Yaxın gələcəkdə ölkə üzrə çağrı mərkəzlərinin fəaliyyəti ümumi tələblər əsasında təkmilləşdiriləcək. Çağrı mərkəzi olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının xidmətləri mərkəzləşdirilmiş qaydada asan xidmətin çağrı modeli əsasında 108 çağrı mərkəzi vasitəsilə göstəriləcək. Bu barədə Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyi məlumat verir. Bildirilir ki, müvafiq qərara əsasən çağrı mərkəzi mövcud olmayan dövlət orqanlarında çağrı xidmətlərinin təşkili nəzərdə tutulur. Uzaqdan cavablandırma mexanizmi yaradılmışdır ki, bu da əlil vətəndaşlarımızın sosial cəmiyyətə inteqrasiyasında mühüm rol oynayacaqdır. Nitq qabiliyyəti yaxşı olan, lakin hərəkət qabiliyyəti məhdud olan əlil vətəndaşlar müvafiq texniki avadanlıqlarla təmin ediləcəklər və onlar öz evlərindən də çağrı xidmətlərini göstərə biləcəkdir. Çağrı mərkəzi ilə əlaqə saxlamaq üçün telefon vasitələrindən əlavə digər alternativ üsullarımız da mövcuddur. Asan Xidmət Mərkəzinin rəsmi internet səhifəsində mövcud olan onlayn chat bölməsi, sosial şəbəkələr, elektron poçt ünvanımız, Asan Xidmət Mərkəzlərində yerləşən video qəbul köşkləri.